Salam hörmətli şagirdlər, biz bu günlərin belə bir olimpiyada sualına baxırıq. Deməli bizə deyir ki, ABCD natural ədədləri üçün bax bu şərt ödənlərsə A üstəgəl B üstəgəl C üstəgəl D cəmini istəyir bizdən. Bax biz burada nə edərik? Bax bu sağ tərəflə bərabərliyin sağ tərəfindən işimiz yoxdur. Sol tərəfdən necə edərik? Bu 33-də 83, bu 2 tam 33'də neçə deməkdir? 17 deməkdir. Düzdür? Bunu biz belə yaza bilərikmi? 2 üstəgəl 33'də 17. Düzdürmü? Sonra burada nə edərik? Bu bərabərdir. 2 üstəgəl biz bu 33'də 17'ni biz bunu 1 bölək 17'də 33 şəklində yaza bilərik də. Düzdürmü? Elə bu bizə bu 33'də 17'ni verirmi? Bu da bərabərdir. 2 üstəgələk 1 bölək. Bu 17'də 33. Bu 1 tam neçə deməkdir? 17'də 16. Bunu da 1 üstəgəl 17'də 16 şəklində yaza bilərik də. Düzdür? Onda bu da bərabərdir. 2 üstəgələk 1 bölək. Məxrəcdə 1 üstəgələk. Bu 17'də 16'nı biz 1 bölək 16'da 17 şəklində yaza bilərik də. Bu bizə elə 17'də 16'nı verir də. Bu da bərabərdir. 2 üstəgələk 1 bölək 1 üstəgələk 1 bölək. Bu 16'da 17'də 1 tam 16'da 1'dir. Bunu da biz belə yaza bilərik də. 1 üstəgələk 16'da 1. Hə, bax biz indi burada nə görürük? Deməli bax bu 33'də 83 bax buna bərabərdir. Deməli, onda biz buradan nə başa düşürük? Burada A-nın yerində hansı ədəddir? 2'dir. Deməli, onda A-mız neçədir? 2'dir. Sonra B kvadratın yerində neçə dayanıb? 1. B kvadratımız 1'dirsə, onda B-miz özü 1'dir. Sonra C kubunun yerində neçə dayanıb? Burada da yenə C kubunun yerində yenə 1 dayanıb. Onda C'miz özdə neçədir? 1'dir. Bəs D üstü 4'ün yerində neçə dayanıb? D üstü 4'ün yerində isə 16. Onda D'miz də neçədir? 2'dir. İndi burada bizdən nə istəyir? A üstəgəl B, üstəgəl C, üstəgəl D-ni istəyir. Düzdür? Gətirib yazıram 2, üstəgəl 1, üstəgəl 1, üstəgəl 2. Bu da neçədir? 6. Bu qədər. Sağ olun.